Salam əziz izləyicilər. Hal-hazırda biz Cəlilabad rayonunun Qarazəncirli kəndindəyik. Bu kənddə düzdür, dəfələr olmuşuq, ancaq şəhidimizin məzarını ilk dəfə ziyarət edirik. Və şəhid Araz Səmədağaoğlu Cəfərov 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindəndir. Şəhidimizin anası yanımızdadır, qardaşı yanımızdadır, Rəmizə də şəhid ataları yanımızdadır və bir də Dəmir Yumruq Aydınlar Cəmiyyətinin sədri Əzim Məmmədoğlu. Şəhidimizin valideynlərinə başınız sağ olsun və Allahdan sizə səbir diləyirik deyirik. Ancaq şəhidlər ölmür, şəhidlər əbədi yaşayır. Onların daha çox tanınması üçün də biz bir yola çıxmışıq. Dəmir Yumruq Aydınlar Cəmiyyətinin ailəsi olaraq bütün rayonlarda və kəndlərdə gəzib o ailələri ziyarət etməkdə bir məqsədimiz var. Bizə qaytarılan birliyi qoruyaq. Bizə qaytaran birliyi əbədi olaraq gələcək nəslə ötürək ki, onlar bilsinlər ki, bu şəhidlər Azərbaycanın bütövlüyünü qaytarıb, birliyini qaytarıb. Birlik olsa gücümüz daha möhkəm olar. Və birlik olan yerdə düşmənin gücü olmaz. Düşmənin qoy gözü kör olsun. Qoy görsün ki, Azərbaycan xalqı elə Dəmir Yumruq kimi həmişə möhkəm və bir olacaq. Mən istəyərdim bir azca da olsa anamız şəhidimiz haqqında ya qardaşı danışsın. Təmiz uşaq idi, yaxşı uşaq idi, dirək uşaq idi. Axırda dedi ki, mən gedib sözmə aramda da işləyəcəm. Getdi, işlədi, təzə işə durmuşdu. O cürlə də elə şəhid oldu. Qurbanım Allah, 2 dənə balası qalıb, yenə gələcək. Yenə balalarına baxırıq, ürəyimiz biraz sevinir ki, balası qalıb. Allah can sağlığı versin, sizə ömür versin ki, o uşaqları böyütməkdə sizin də onların bəhrəsini görsün sizdən. Çünki siz bir qəhrəmanı böyüdürsünüz. Onun övladlarına da qəhrəman böyüdəcəyinizə inanırıq. Və biz elə bir ərəfədə gəlmişik ki, bu ay ən gözəl aylardan biridir. Özdə 3 bayram bir aya təsadüf edir. Bu bayram günündə nə arzu eləyərdiniz bizim xalqımıza, bizim millətimizə, nə deyə bilərdiniz? Vallahi onu bilirəm ki, həmişə sülh olsun, dövlətlərimiz bir-birindən dost olsunlar, bir də müharibə olmasın, heç kimin ananın ürəyi daha dağlanmasın. Biz daha görmüşük, indi bir heç kimə göstərməsin. Mehriban olsun dövlətlərimiz. Bəli, şəhid analarının deyil, bütün anaların bir arzusu var. Müharibə olmasın, sülh əmin-amanlıq olsun, insanlar sevinç dolu, sevgi dolu günlər yaşasın. Hüzur olsun. Bu Azərbaycanımızda ruzi bərəkət bol olsun. Sülh, əmin-amanlıq hökm sürsün. Mehribanlıq, sevgi dolu günlər Azərbaycanımızda olsun. Daim bayrağımız zirvələrdə dalgalansın. Allah şəhidlərimizin məkanını cənnət, ruhların şad etsin. Allah kömək olsun.